Bu Rusarm-Info'nun deməli aparıcısıdır. Yəni görürsüz, yəqin tanıyırsınız. Bu da bu Beladır. Bunlar oturublar, bu iki nəfər. Yəni nə ilə məşğullar? Bunların o deməli yazıçıları, yəni dəfələrlə mən demişəm ki, öz yazıçıları deyir ki, biz kimi də panellə anandan olanlardılar bunlar da. Durub nədirsə, güya ağıl qoyur bizə, güya belə bilirsiniz nə var. Arxasında quyruqlar əmələ gəlir Türkdən. İrəvanda türklərin qoynunda yatanlardılar ha. Bunlar ölürdülər. İndi bugün gör nələr danışır. İndi Bakıda İrəvan şəhərində Azərbaycanlı qızı göstərir ki, Azərbaycanlı qızı İrəvanda ermənicə danışır, Azərbaycan nə bilim erməni mahnısı oxuyur, deyir mən Azərbaycanlıyam, nə restoranda, da burada. O yadından çıxardıb da bunu ki, Zori balayın da. Bunu gələcəkdə o qız ki, əgər Azərbaycanlı olsa əgər, bəlkə ermənidir, Azərbaycanlıların adından çıxış edir, göstərir ki, görün azad gəzirəm. Onu atın quyruğuna bağlayıb, gəzdirib, sonra da aparıb o rotanın, o ermənilərin əskərlərini ya türməyə bir salacaqlar, bir 500 adamın içərisinə o qızı, əgər o türk olsa. Bu bir. İkincisi nədirsə yaxşıdır. Bakıda bizim erməni qızları gəzə bilər, elə azad. Ya orada Azərbaycanı azad gəzir da, fəxrlə, ermənicə oxuyur. Bakıda ay alçaqdır, ay paneldən olanlar. Bakıda 35 min, 40 min erməni qızları yaşayır da, burada arvadları yaşayır. Neçə ildir? 1920-ci ildən, ən aşağı 1920-ci ildəndir. Müharibə də oldu 90-cı illərdə. Yəni bu 2020-də yenə ermənilər yaşayırlar burada. Deyir, Bakıda azad gəzə bilərlər, səfək. O 50 ildir, 100 ildir erməni yaşayır, indi də yaşayır. Azad gəzmək nədir? Bu bir, bu səfih nədirsə, bu alçaq. Alçaq deyəndə ki, alçaq sözü, o çox belə demək olar, yumuşaq sözdür alçaq. Banenlə nizakonna rojdenная. Deyir ki, Azərbaycanlılar Qarabağ xanını, Pənah xanını özlərinə niyə çıxırlar? O türk deyil ki, o farsdır, İranlıdır. Nə adiyyəti var Azərbaycana? Pənah xan. Ay Duruçka, panelnaya, nişşəsnaya. Во-первых, İran Azərbaycandır birinci. Fars da yoxdur. Fars dövləti nə olub, nə də xalqı var. O ad var sadəcə. Bunlar çıxanlar Avropanın sonu o necə Vatikan deyir, düzəltmişik biz Fələstinləri ərəbə qarşı. Bunu da bu farsları, bunlar da o Fələstinləri Yahudilərə qarşı bağışlayın. Yahudilərə qarşı Fələstinləri və türklərə. Və bu farsları da gətiriblər İranda, Türkə, yenə Yahudiyə qarşı bir düşman yaradıb qoyublar. Bax, bu o millətdir. Hansı ki, heç bilinmir, müsəlman nədir, xristiyan nədir, nə millətidir. Elə müsəlman bayrağı deyə cəmaat da bu müsəlman. Ona görə Duruçkin işləsinə. Поняла? Иран это есть Азербайджан, это тюркская земля, это турки. Персов нет никакой. Pənah xan türktür. İran'da, Azərbaycan, Putin de değil. Bütün Rusya, dünya deyir ki, İran'dır. Bugünkü Hayəstanıyızdır, Gəncədir, Dərbənddir, Dağıstandır, Xankəndidir, Qarabağ. Bu İran hamısı, İrəvan hamısı bu Azərbaycandır. Bunu Rusya prezidenti Putin de deyir. Ona görə, yəni unudubsuz hər şeyi. Ancaq danışırsınız. İndi mən o ermənilərə istəyirəm deyəm. Morraçelek, ay. Bax, o ermənilər var hansı ki, burada kitabımda var da bu. Hişumek helaparak. Hakuf, Ləvnəyi. Karterə oxşuyurdu. Kaş.
Ha, bu mənim kitabımdır. Bu Yaşlılar Birliyində də götürüb bunlar atıb eləyirlər. Ha, bax belə bu. Ha. Deməli, orada çox şeylər var, ona görə xoşları gəlmir də. Bu da erməni pərəstləri var axı. Ha, o ermənilərin deməli o 50-ci illər ki, hansı kilər ki gəliblər, həmişə deyirəm ki, ule qara, hə? Hazayınlar heç suni eqoğnere. 50'yəcən ki, kimlər gəlib, ha deyirəm Arturdu, Aşod, Haqub, hardasınız, ölmüsünüz? Ha, merrele qara, urek. Erməni xarroşinere. İndi bir söz deyim, o ermənilər ki gəlirdi İrəvan şəhərinə, deməli, dəmir yolu vağzalı var, orada saçıntı da qoyublar bir dənə, özlərinə mifическi qəhrəmanlar şu. Biz, İrəvanda bizim məhəllədə Vartan Mamiqonyan var, yəni ona xoruz deyirlər. Yəni doğrudandan da bu Pyotr Bervi elə belə deməyib, xoruzlar. Ermənilərə xoruz adı verib, nəyə görə veribdir? Qırmızı xoruz adı. Deməli, bu ermənilər gəlirlər, xaricdən köçürdürdü, 47-50-ci illərdir. Stalin müharibədən sonra biz qalib gəldik, Rus faşizmi qurtardı, xilas etdik. Bakı növütü xilas etdi. Necə o, Jukov da deyir, hamı deyir ki, Bakı olmasaydı biz olmazdıq, qələbə olmazdı. Nə Yahudi xalqı olardı, nə İsrail olardı. Bunu hər dəfə deyir, yəni Jukov da deyir. İndi bu ermənilər gəlibdir, dəmir yolunda əyilirlər, bu ki, bizə erməniləri xaricdən gətirirlər İrəvana ki, Azərbaycan türklərini Stalin axır köçürdü Qazaxıstana, məhv elədi, deməli, türk xalqını İrəvandan. Gəlirlər, varsa da əyilirlər ermənilər, torpağı öpürlər də, uzanırlar, deyirlər, Mernem boyut Hayastan. Ayağa qalxır, görür ətrafında çamadanlar yoxdur. Ara hoxum qılxid Hayastan, gedin ümədnəs Hayastan. Da ermənicə də, yəni deyir, o deyir, Mernem boyut Hayastan, öpür də torpağı, Mernem boyut Hayastan, yəni qurban olum sən torpağına. Ay Ermənistan, ölüm sənin üçün də belə mənası qurban olun. Buranda da deyir, yerə girəsən ay Ermənistan, başın batsın Ermənistan, oğum qılxid Hayastan. Ermənilər deyir, daha indi bir-birinə heç məsələ Haqub, ermənilər danışır da, heç mən danışmıram. Deyir, bax bu ermənilər gedir, hamısı oğruydu da, bunlar hamısı şibaşlardı da, necə Avropada gürcüləri buraxmırlar. Hamısı karmanniklərdirlər də. İndi gəlirdilər, dururdular, məni də hələ orada biri qucaqlayıb, kitabda baxarsın. Qucaqlayıb, yəni mənim qardaşım da gəldilər oradan buradan. Mərkəzdən olun, deyək ki, elə bir ki, biri Vaşmoydan gəlir, biri Bahirdən gəlir, biri deyək ki, binadan gəlir. Məsəl üçün də, yəni gəlirlər Kinoteatr Nizamiyə, orada yığışır da, o Hrabarak mərkəzli türklərin məhəlləsidir. Onlar hamısı orada qıraqdan gəlirlər, şəhərdə də bizik. Özləri də deyə bilər, elə. Çıxın da, bir çıxın. Aşod, aramı ki, helənə, heləsə Oktay sudasın, cişdasın, Haqobdur, Aşoddur. Bax, bu qədər, yəni, bu alçaqlar belə bu millətə, ona görə deyirəm, o qızlarınızı götürün, o ekranlardan götürün, bizi aşağılamayın, çörək yemişsiniz, çörək başınıza dəysin, unutduğunuz yaxşılığı, hər dəfə sizi xilas edən biz idik, bax bu qədər.